Salam, axşamınız xeyir olsun əziz dinləyicilər. Hafta FM'də yoldasan verilişinə qulaq asırsınız. Studiyada mənəm Əli Ağayev. Bir saat boyunca yollarda olan ən son xəbərləri, ən son məlumatları bizdən alacaqsınız və təbii ki, müzakirə olunası və müzakirəyə qoşulası mövzumuz var. Hansı mövzudur? Gəlin bir balaca sizlə kiçik bir diskussiya edək, əziz izləyicilər və dinləyicilər. Deməli, son zamanlar deyərdim, amma demək olar ki, artıq bir xeyli müddətdir bunu müşahidə edirəm. Nədənsə yollarda aqressiv sürürük. Nədənsə deyəndə ki, bu artıq təbii bir hal halını alıb. Fərqi yoxdur. İstər avtobus sürücüləri olsun, istər moto sürücüləri olsun. İndi onlarla çox da ünsiyyətdə olmuruq deyə bilmirik. Yəni maksimum dərəcədə onlar özlərini avtomobillərdən qoruyurlar və təbii ki, avtomobil sürücüləri. Nədənsə çox aqressiv sürürük, çox aqressivləşmişik, stressdəyik və bunun səbəbi nədədir? Maraqlı olan odur. Çünki sürərkən əsəblərimiz, eyni zamanda stressimiz orqanizmə çox mənfi təsir göstərir. Qan təzyiqimiz qalxır, sinir sisteminə təsir göstərir, fərqi yoxdur. Gözə, oturaq sinirə və bir sıra problemlər yaşaya bilirik getdikcə, əgər bu davam edirsə. Bunun səbəbi nədir? Stressli yaşamağımızın, yəni stressli sürüşün səbəbi nədədir? Niyə aqressiv şəkildə avtomobil idarə edirik? Gəlin bu barədə danışaq. Mənə elə gəlir ki, bir qədər səbirli olmağımız, təmkinli olmağımız və düzdür, tıxacdır, amma gəlin belə eləyək də, tıxacı səbəb göstərməyək. Çünki tıxacı yaradan da çox vaxt yollarda özümüzük, heç kim deyil. Bunu dəfələrlə hətta sübut da eləmişik, göstərmişik də, çəkiliş də eləmişik, danışmışıq da, səbəbini də göstəririk ki, bizdə tıxacın əmələ gəlmə səbəbi məhz özümüzük. Hətta kifayət qədər məkanların adını çəkə bilərəm ki, qarşı yola çıxırsan, ara yoldan keçdin, alternativ hər hansı bir orta segmentdə olan bir yoldur. Yəni tam asfalt örtüyü yoxdur. Çıxırsan, görürsən ki, yol bomboşdur. Amma o dairə istiqamətinə, o giriş istiqamətə, o istəyirsən ki, dairədən çıxasan və üzü gələsən Sabunçu dairəsi istiqaməti. Gəlin belə danışaq da, misal üçün, nümunə olaraq göstərirəm. Yol tıxacdır, hərəkət yoxdur. Nəyə görə? Çünki heç kəs qanuni şəkildə bir-birinə yol vermir. Problemimiz bax oradadır. Buna görə də sizə belə bir sual verirəm ki, nədən biz bir-birimizi yola verə bilmirik? Nədən aqressiv sürürük? Problemimiz nədədir? Gəlin bu barədə danışaq. WhatsApp nömrəmiz aktivdir. 055 455 1077 bizim WhatsApp nömrəmizdir. Səs göndərin, yazın, fikirlərinizi bildirin. Mən isə studiyada təbii ki, tək deyiləm. Bu öz günündə, öz saatında bu günləri bilirsiniz ki, həftənin ikinci günüdür və çox vaxt həftənin ikinci günləri bizdə bizim həkim dostlarımız, həkim mütəxəssislərimiz studiyada olurlar. Bu gün də mövzunu araşdırmağa mənə bizim yaxın dostumuz və doktorumuz Anar Salayev köməkliyi göstərəcək. Ana doktor, axşamınız xeyir. Axşamınız xeyir olsun. Necəsiz? Təşəkkür edirəm, minnətdaram. Yaxşıyıq, şükür Allaha. Siz aqressiv sürmüsünüz avtomobili? Yox, hətta mənə deyirlər çox yavaş sürürsən. Çox sakit sürürsən, səbirlə, təmkinlə. 99% hallarda sakit sürürəm, təmkinli sürürəm, çalışıram. Təbii ki, məni də yəni müəyyən əsəbləşdirən hallar olur, amma çalışıram təmkinlə yola verim. Ümumiyyətlə doktor, sağlamlığa keçməmişdən qabaq, hələ ki reklamlara qədər vaxtımız var. İstəyirəm ki, sizlə danışım. Bu niyə bizim sürücülər aqressiv sürürlər? Niyə sürüş tərzimiz əsəbidir? Bir-birimizə qarşı əsəbi davranırıq? Yola verə bilmirik? Bir doktor kimi, bir yol hərəkəti iştirakçısı kimi, çünki təbii ki, demək olar ki, siz də bizim kimi həm səhər, həm axşam yollarda olursunuz. İstər səhər tıxacın başlanan vaxtı, istər axşam tıxacın bitən vaxtı. Hətta pik saatlarında belə ola bilər ki, yollarda olursunuz. Səbəbi nədədir? Bir mütəxəssis kimi nədə görürsünüz bu problemi? Yəni ümumiyyətlə bu çox geniş problemdir. Yəni tam bunun səbəbləri ümumiyyətlə bir deyil, çoxdur. Təbii. Ümumiyyətlə biz bu nəinki yolda, ümumiyyətlə başqa sosial məsələlərdə də, gündəlik həyatımızda da bu problemlərlə qarşılaşırıq. İnsanların aqressiv davranması, növbə gözləməməsi,
O cümlədən də yolda bir-birinə yol verməməsi, hətta qanuni məsələn bir insan, bir sürücü digər sürücünün yoluna çıxır, üzr istəmək əvəzinə, əksinə, yəni haqlı olduğunu göstərmək istəyir ki, yəni mən bunu eləmişəm, yəni haqsız deyiləm. Yəni bu hallar da qarşı tərəfin yəni biraz təmkinini pozur, hardasa haqsızlıq olduğu üçün. Yəni belə hallar çoxdur. Yəni bunu məncə bir sosioloji bir sorğu keçirir və sosioloqlar bunu araşdırmalıdırlar ki, yəni bunun bu kökündə nə dayanır? Amma ümumi olaraq gördüyüm mənzərəni deyim ki, bugünkü həyatımızın stresli olması, adətən iqtisadi problemlər, insanların müəyyən daxili aləmlərində yaşadığı problemlər, yəni bu hər bir insanın daxili problemi, evində, işində müəyyən, yəni nə bilmək istəyirəm, bunu yansımaq lazımdırmı gündəlik həyat tərzinə, gündəlik həyat davranışına? Bax, söhbət ondan gedir. Çünki adi misal üçün adi doktor, həkimsiz və bizim həkimimizin, doktorumuzun qəbulunda kifayət qədər xəstə olur. Yəni dəfələrlə görmüşəm. Sizin yanınıza hətta olur da biz ara sıra gedirik anar doktorun yanına, çay içib söhbət edirik və o boş ərəfədə ki, növbədə dayananlar var. Məsələn, gəlirlər, növbə saxlayırlar. Gəlir və deyir mən qabaqcadan gəlmişdim. Yəni növbədə gözləmək istəmir. Yəni bizdə növbə problemi də həmişə aktual olub. Həmişə istənilən halda bir fərqi yoxdur. İstər banka gedəsən, ərzaq dükanlarında, bəli, fərqi yoxdur. Bir dənə hansında ki, növbəli şəkildə, yəni bir mənalı olaraq gəlirsən və sənə növbə verirlər, əlində fiziki nömrə rəqəmin var, onda bəli, məcburi şəkildə dayanır. Nəyə görə? Çünki növbəsi var artıq, götürüblər. Amma gəlib dili ilə tutanda, həkim qəbuluna gələndə, hər hansı bir məlumat, mən səndən qabaq gəlmişdim, mən səhər tezdən buradayam. Yəni bu sözləri eşidirik. Eynən yolda da olanda mən onu görürəm, amma bir qədər yolda fərqlidir. Görürsən ki, yaşlı nəslin sürücüsü deyir ki, mənim bir sənə neçə il stajım var. Qardaş, Allah canını sağ eləsin, dayı, Allah ömür versin. Amma sənin neçə il stajın olmağın sənə şərait yaratmır ki, sənə o necə deyərlər, üstünlük vermir ki, yolda istədiyini edə biləsən. Yəni bu yoldursa, istənilən halda yol hərəkəti qaydalarına əməl eləməlisən. Təbii ki. Amma biz bir qədər daha biz xoşlayırıq ki, söhbəti uzadaq da. Təbii söhbəti uzatmaq bu bizim artıq Qafqaz xüsusiyyətimizdən irəli gəlir. Qanımız qaynayır, söhbətçilik. Qabağından yeməyən millət. Bəli, təbii ki, yəni konkret sözümüzü deyirik hər yerdə. Bu əslində yaxşıdır bir tərəfdən. Maşallah olsun bütün igidlərimizə. Amma söhbət ki, gəlir çıxır yolda bir-birini yola vermək və ən çox bu hallarla rastlaşıb biz keçən səfər bir mövzu qoymuşduq. Demək olar ki, o qədər sürücü, avtobus sürücülərindən, bax sürücüdən şikayət edir. Və inandırım ki, bir nə qədər də SMS-i biz efirə verə bilmədik. Nəyə görə? Çünki aqressiv şəkildə fikirlərini bildirirdi, etirazını bildirirdilər. Ki, bəli, çıxır yola, güzgüyə baxmadan sürür. Mən təbii ki, bunu dəfələrlə bildirmişəm. Bizim əksər sürücülərimiz, iç avtobus sürücüləri daxil olmaqla ümumiyyətlə yan güzgüyə baxmır. Öz tərəfindən ki, var yola çıxacaq, ora baxmır. Bir gözü ancaq sərnişin güzgüsündədir. Sol tərəf güzgüyə baxmır. Və bu güzgüyə baxmağa problemi də gətirir nəyə çıxarır? Tıxaca, əsəbiyyə ki, gəlir, hardan gəldi, necə gəldi. Bilirsiniz, yol hərəkəti qanununda bildirilir ki, çıxan nəqliyyat vasitəsinə yol verməlisən. Ancaq bildirmir ki, o nəqliyyat vasitəsi ikinci zolaqda saxlamalıdır, üçüncü zolaqda saxlamalıdır. Harda gəldi götürməlidir. Bax, problem ondan qaynaqlanır. İstər-istəməz də mənə gəlir ki, biraz negativ yanaşma bu aqressivliyə gətirib çıxardır. İnfrastruktur məsələləri də burada müəyyən rol oynayır. Yəni saxlanıb parklanma məsələləri, biraz problemləri var bizim şəhərdə artıq. Yəni şəhərin bizim artıq insanlar şəhərə sığmır, belə deyək. Və yol hərəkətində olan müəyyən yəni məhdudiyyətlər, müəyyən parklanmalar, yolların quruluşu bu qədər əhaliyə məncə hesablanmır. Yəni üzr istəyirəm, var özlüyündə bizdən də sıx şəhərlər var.
Anar doktor, yəni bizdən də böyük sıx şəhərlər var, tıxacı uzun şəhərlər var. Saatlarla tıxacda qala bilirsən orada. Yəni normalda, misal üçün axşam vaxtı çıxırıq, Heydər Əliyev prospektindəyik hal-hazırda. Prospektdən çıxırıq, asta hərəkətdən hərəkət edirsən. Hara qədər? Yol ayrıcına qədər. Yəni Koroğlu metrosunu keçdin, artıq yol açılır. Ta ki körpünün yanında yolun sağ hissəsində yol üstü götürən avtomobillər ki var, götürürlər və onlar bir-birinin ardınca saxlamaq əvəzinə bir-birinin acığına mı deyim, bir-birinə qarşı belə deyək, o bəhsə girişməklə deyim, yola çıxırlar. O dərəcədə yola çıxırlar ki, yolun sağında cəmi 2 zolaq qalır ki, o üzr istəyirəm 6 zolaqdan gəlib 2 zolağa ki girirsən, keçə biləsən. Bax, problem onda başlayır. Eyni gələr çıxır yuxarıda saatın yanında. Əmircanın girişində, Bülbülənin girişində, saatın yanında eynən tıxac, eynən o mənasız sıxlıq oradadır. Çox dəhşətli bir Bəli, yer. bəli. Qəzaların ən çox olduğu yerdir. Bəli, özünüz də şahid olursunuz. Bəli. Niyə görə? Çünki bax, buradan qaynaqlandı ki, tıxacı kim yaratdı? Biz özümüz yaratdıq. Heç kəs yaratmadı o tıxacı. Yəni biz zolaq boyu düzgün hərəkət edə bilsək, hərə öz zolağını tutub düzgün şəkildə sürəti ilə davam etsə, inandırım sizi ki, o problem də olmayacaq. Oruç yazıb ki, salam yoldasan komandası, əleykum salam. Mən gündəlik yolda çox stresslə rastlaşıram. Tıxacda qalanda ürək döyüntülərim yüksəlir. Əsəbləşirəm və sonra özümü pis edirəm. Bu hal uzun müddət davam edərsə ciddi sağlamlıq problemi yarada bilərmi? Oruc bəyə. Buyurun doktor. Təşəkkür edirəm sualına görə. Ümumiyyətlə bu hallar yəni stresin bir deməli görüntüləridir. Bu stres yaşayan insanlarda təbii ki, təngnəfəslik, təzyiqin qalxması, ürək döyüntülərinin artması, yəni başqa bu digər əlamətlər görülə bilər. Bu əlamətlər ilkin olaraq öz-özünə təhlükəsizdir. Yəni bu stressin orqanizmə təsiri nəticəsində əmələ gəlir və bunlar keçici xarakter daşıyır. Təbii ki, bir dəfə ilə bunlar belə bir fəsada gətirib çıxara bilməz. Amma bu hal dəfələrlə təkrarlanırsa, insan bir neçə dəfə eyni və müxtəlif situasiyalarda tez-tez mütəmadi olaraq stresslə üzləşirsə, o zaman təbii ki, müəyyən başqa fəsadlara gətirib çıxara bilər. Bu o zaman aqressiyaya gətirib çıxarır. Bundan başqa daxili orqanların işində ciddi pozulmalara gətirib çıxarır. Hətta depressiyaya qədər və psixi pozuntulara gətirib çıxara bilər. Ona görə də stressin orqanizmə təsiri birmənalı deyil. İlk vaxtlarda, ilk yüngül şəraitdə olanda ümumiyyətlə stressin orqanizmə faydası var. Bəli, ilk yəni orqanizmin işini bir qədər tonuslandırır, orqanizmi oyadır. O baxır harda da doktor. Yəni söhbət bilsiz nədən gedir? İşdə və yaxud bir qədər bu yaxınlarda bir xəbər oxumuşdum. Bilən gördünüz, siz də görmədiniz. Kiçik bir uşağı 400-dən arı sancıb və uşaq oynadığı yerdə arılar hücum eləyib uşağı. Və o moment o cizgi filminin qəhrəmanı kimi özünü görüb, yəni ki, təsəvvür edib ki, o cizgi filmin qəhrəmanı o ağrılara qarşı qışqırır, əsəbləşir. Belə o zaman başlayıb qışqırmağa, əsəbləşməyə, belə səs tonunu qaldırıb, belə deyim də çox aqressiv başlayıb davranmağa və həkimlər bildiriblər ki, bax sizin sözünüzə gətirirəm ki, o bəlkə də elə davranmasaydı, arıların sancmasını təsəvvür edin, sənin bədənivi bu qədər arı sancır və sən sağ qalırsan. Deyir, aqressivləşməsəydi, arıların o ağrıya, o arının sancmasına orqanizm tab gətirə bilməzdi. Bu aqressivləşib, tonus qalxıb, sizin dediyiniz kimi, bəli, bu o halda lazım olur. Amma normal şəkildə sükan arxasında oturmusan və aqressiv şəkildə fikirləşirsən, bu qədər yəni aqressiv davranırsan. Bax, bu biraz özüvə ziyandır. Söhbət ondan. Yəni biz siz nə demək istəyirəm? Biz nə qədər sükan arxasında deyinsək də, sən sükan arxasında nə qədər qarşı tərəfə iradını bildirsən də, bu onsuz da onu edir də, başa düşdü. Durub onu neynəyəcək? Yəni ki, durub avtomobilindən düşüb, onu avtomobilini qırağa çəkəsi deyilsən ki. Maksimum dərəcədə elələrindən qaçmaq lazım. Razıyam sizinlə. Amma söhbət ondan gedir ki, bu dəfələrlə, günlər, hər gün təkrarlanan bir prosesdir.
Əgər bu bir dəfə, iki dəfə, ayda bir dəfə, iki dəfə, üç dəfə olarsa, o zaman təbii ki, bunun heç bir ziyanı olmaz və insanlar yəni bunun yolun bir təhər taparlar ki, yəni ildə ayda bir dəfə olan bir şeydir. Amma bu günlərlə hər gün bu təkrarlanan tıxac, həmin bu problemlər, yolların bağlanması, yolda, yəni insanın mənzil başına vaxtında gedib çata bilməməsi. Təbii ki, bunlardan çıxış yolunda biz deyəcəyik, amma bunlar dəfələrlə təkrarlananda insandan asılı olmayaraq, bu insan artıq evdən çıxanda fikirləşir ki, mən tıxaca düşəcəm. 5 dəqiqə geciksəm, tıxaca düşəcəm, vaxtında gedib çatmayacam. Artıq insan stresli vəziyyətdə evdən çıxır. Ona görə deyəmək lazımdır, vaxtında çıxmaq lazımdır da. Vaxtında, yəni mənim misal üçün iş yoldaşım vardı, mən tanıyırdım onu. Həmişə işə gecikirdi. Həmişə işə gecikirdi. Yəni artıq bilirsiniz, biz qəbullanmışdıq, hamı qəbullanmışdı. Bilirsiniz, o deyir, düzdür, əvəz olunmaz kadr yoxdur, sadəcə olaraq biraz jest edirdilər, biraz belə deyim də yola verirdilər və mən onu 5 il müddətində tanıdım. 5 il müddətində o hər gün işə gecikirdi, hər gün. Əsas da gətirirdi ki, evdən çıxa bilmirəm, uşaqlar, iş, güc bu. Yəni ki, sən işə gəlirsən də. Yəni zaten işi belə görməlisən ki, işə gecikməyəsən. Yəni o evdən stresli çıxmağımızın da səbəbi günahkarı özümüzük də. Ondan söhbət gedir. Təbii ki, təbii ki. Ramin bəy səs göndərib. Gəlin Ramin bəyin səsinə qulaq asaq. Salam aleyküm. Aleyküm salam, hər vaxtınız xeyir olsun. Çalışacağım, qısa deyim. Biz yolda bir-birimizə hörmət etmirik. Bu bir. İkinci də ki, bir də bizdə ağıl deyilən bir şey var. Bəzilərində o ağıl yoxdur. Çünki mən Mərdəkana gedirəm, Mərdəkan yolunda sol yol tutub, düb bələndə çıxan gedir Mərdəkana. Bir insan gedir Bilgəhə, çıxır sol yola. 120, 160, şax, şıxlar yandırır. Gəlirdik, dönür Bilgəh tərəfə. Bu nə deməkdir? Qardaş, Bilgəhə gedəsən, tütün sağ yolundan gedir. Yəni biz zolağımızı düzgün təyin eləmirik, ondan sonra aqresivləşir, qabağındakı maşın sürmür. Eyni şəkildə dönməyə işıqlarıdır, digər işıqlardır onun kimi. Aqresivlik bundan yaranır. Başqa şey deyil. Təşəkkürlər Ramin bəy. Əzizim, elə biz də onu deyirik ki, aqressivlik bundan yəni. Biz zolaq boyu düzgün hərəkət edə bilmirik. Yəni sən qarşıdan misal üçün normalda belə deyək də Heydər Əliyev prospekti ilə gedirsən, çıxdın aeroport şosesinə, aeroport şosesinin müəyyən bir yerinə sən zığa dönməlisən, zığ istiqamətinə getməlisən, düzdür? Nə edirlər bizimkilər? Sol zolaqla gedir, sizin sözünüzə qüvvət və o həmən istiqamətə çata-çatda ki, yol ayrılır artıq ki, aeroport yoluna çıxmalıdır, zığ şoses istiqamətində getməlidir. Nə edir? Bütün yolu kəsə-kəsə gedir və inandırım ki, orada qəza da baş verir, orada tıxac da dayanır, orada hamı aqressiv də olur, hamı da belə deyim də ona qarşı aqressivləşir. Yəni bu normal olan bir şey. Necə normal olan bir şeydir? Yəni gündəlik gördüyümüz bir şey. Əslində normal bir şey deyil. Və baxın, tıxaçlardan elə gəldi, düzgün zolaq seçməmək, düzgün hərəkət etməmək, yəni sənin sol zolağı tutub getməyin o demək deyil ki, əzizim, sol zolağı tut get, çata-çatda keçmədə yolu. Artıq bilirsən ki, sən 1 kilometrdən sonra, yəni az məsafə qalıb, yavaş-yavaş ehtiyatla zolağı dəyişə bilərsən. Amma sol zolağa gedirsən və soldan birinci, ən axırıncı sağ zolağa keçirsənsə, təbii ki, tıxac da olacaq, aqressiv də davranacaqlar sənə qarşı və o sükan arxasında oturan hər bir kəs də stresə düşür. Doktor, sağlamlığa nə kimi ziyan vura bilir? Stresin ümumiyyətlə bir yaxda qeyd etdiyimiz kimi, stres özü bizim orqanizmin gündəlik o sisteminə, yəni bir müdaxilə halıdır. Əslində yenə də deyim, birinci, yəni ilkin olaraq, yəni əgər yüngül bir stressdirsə, bu orqanizmdə yüngül dəyişikliklərə səbəb olur. Hətta yenə deyirəm, orqanizmin daxili imkanlarının, rezervlərinin oyanmasına, mədə-bağırsaq sistemi, ürək-damar sistemi, beynin fəaliyyətinin adaptasiya olmasına gətirib çıxarır və sanki yatmış orqanizmi oyadır. Stres ümumiyyətlə bizim yəni məişət stresi dediyimiz stres elmi stresindən biraz fərqlənir. Məsələn biz stres deyəndə adətən bədbəxt hadisələr, faciələr, yanğın, oğurluq, ölüm,
pul itkisi və belə bu halları nəzərdə tuturuq. Amma ümumiyyətlə tibb dili ilə biz desək, elmi dillə desək, təkcə bunlarla bitmir. Eyni zamanda hər hansı bir xoş bir hadisə, məsələn, hər hansı bir mərasim, toy və ya böyük bir publika qarşısında çıxış məsələn gözlənilirsə, bunlar özü stres hallarıdır. Və ya insan məsələn bir evdən başqa evə köçürsə, yeni ev alıbsa, bunlar stressdir. Orqanizmə bir stres təsiri var. İlkin hallarda bunlar orqanizmə elə bir güclü təsir göstərmir. Amma bu dəfələrlə baş verəndə orqanizmdə dediyimiz kimi müəyyən qan dövranında, mədə-bağırsaq sistemində dəyişikliklərə gətirib çıxarır. Bu da gətirib oyanıqlıqlara, aqressiyaya gətirib çıxarır və bu da uzun müddət davam edərsə, əgər insan bunun öhdəsindən gələ bilmirsə və bu stres halı daimi bir ocaq kimi daima insanın beynində bir patoloji ocaq kimi, mərkəz kimi, dominant kimi orada inkişaf eləyib başqa fəsadlara gətirib çıxarır. Səsimiz var, Zakir bəy səs göndərib. Gəlin Zakir bəyin səsinə qulaq asaq. Salam, hər vaxtınız xeyir. Aleyküm salam, hər vaxtınız xeyir olsun. Bəli, gözəl vurğuladınız. Hamı aqressivdir. Elə içimən qarışıq bəzən belə görürsünüz. Adətən tezdəndən belə hal çox olur insanlarda. Bundan yuxudan durandan sonra olur. Ya yeməkdəndir, içməkdəndir olur. Sənə yedizdirirlərsə, hamı yanı çox aqressivdir. Həddən artıq. Yəni sanki bir an yaranır ki, yəni insan düşüb dalaşmaq istəyir ki, yəni niyə belə sürdün, niyə belə gəldin, üstümə niyə belə sürdün bu maşını. Yəni ani bir şey daha o, yəni bütün sürücülərə buradan səslənirəm. Səbrinizi bəs boğun, ehtiyatlı olun bir şeylərdə. Yəni ani bir gəlib gedən bir şeydir də, biraz səbirli olun. Çox sağ olun Zakir bəy. Biz də eyni sizin sözünüzə qüvvət, eyni şey deyirik ki, yəni səbirlə davransanız, o ani bir əsəbdir, keçir və o əsəb keçdikdən sonra daha rahat olursan. Və sizə inandırım ki, hər şeyə qarşı biz aqressiv davransa, aqressiv reaksiya göstərsək, bunun qarşısını aqressiv olaraq da alacağıq. Amma sənin üstüvə əsəbi gələn bir adamla sən daha sakit tonda danışdıqda, istər-istəməz o da öz tonunu aşağı salır. Dəfələrlə belə olub. Yəni psixoloji testlər də bunu göstərir. Ona görə də maksimum dərəcədə sakit və təmkinlə davran. Düzdür, bəzən olur ki, bu hədd atmaq məsələləri olur, şəxsi təhqirə keçilir və artıq belə deyim də o əsəblər gərilir. Bunu başa düşürəm. Amma o kiçik bir əsəb sonraki uzun bir peşmançılığa nə gətirib çıxardacaqsa, ən yaxşısı onu etməmək lazımdır. Mən belə fikirləşirəm. Dinləyicimiz qeyd elədi, səhər saatlarında daha çox Bəli, olur. bəli, Mən bəli. deyərdim ki, günün bütün saatlarında bu baş verir. Səhər tələsirik, günorta tələsirik, axşam tələsirik, gecə tələsirik. Yəni mən bunun şahidi olmuşam. Hətta bir faktı qeyd eləyim, özüm şəxsən şahidi oldum. Bayram günü idi ya səhv eləmirəmsə, bazar günü idi. Şəhərin mərkəzi boş idi. Tamamilə boş idi. Küçələr boş, sürmək çox rahat. İnandırım ki, mən sizi şəhərin mərkəzində Neftçilər prospekti ilə o döngələrdə sanki Formula 1 yarışı idi. Yəni o BD taksiləri, o şəxsi avtomobillər bir-birini elə sürətlə, elə ziqzaqlarla keçirdilər ki, mən çaşbaş qalmışdım. Yol təmiz, açıq, çox rahat idi. Hətta o anda mən bir anlıq bir fikir beynimdən keçdi. Onu səsləndirdim də ki, kaş ki tıxac olaydım. Çünki tıxacıda ən azından hər kəs bir yavaş-yavaş, sakit, öz yolu ilə gedir. İnandırım ki, o anda mən dedim, bunu dəfələrlə mən görmüşəm. Yəni biz boş yolda belə, heç bir tıxacı olmayan yolda belə idarə edə bilmirik. Çox təəssüf. Sizə belə bir sual vermişdik. Təəssüflər olsun ki, düzgün cavab yoxdur. Avtomobilin VIN kodu nəyi bildirir? Düzgün cavab yoxdur hələ ki. Əgər düzgün cavab olmasa, təbii ki, biz də hədiyyəni heç kimə verməyəcəyik. Amma hal-hazırda şansınız var. Bir 5 dəqiqəyə qədər düzgün cavabı göndərə bilərsiniz və bizə burada canlıdan yazanlar var. İstəyirəm qısa onları da bir yazdıqları haqqında məlumat verim. Həkimdən soruşmaq istəyərdim. Aqressiv
sürüş risk artırır, bunu bilirik, amma daxil olanlarda gizli zərər yaranırmı? Bəli, yaranır. Biz səhərdən o barədə danışırdıq. Demək olar ki, həyatı təhlükə yarada bilərmi? Bəli, bu da yarada bilər. Çünki Affekt halı yaşaya bilər insan. O gərginlikdən, o limit şey var da, yəni o affekt halına çatır insanın o halı. bəli. Və o anda, yəni özünü saxlaya bilməyib, yəni özünü idarə edə bilmədən müəyyən hallar törədə bilər. Yəni görülüb, yəni elə hallar. Məsələn, sükanı əyləci basmaq əvəzinə qazı basıb, yəni qəza törədiblər və ya çırpılıblar və insan tələfatına səbəb olub. Yəni belə hallar ola bilir və insanın o mobil telefonlardan istifadəsi, müəyyən oradan xəbər gəlməsi, müəyyən o hadisələrə daha çox rəvac verir və bu gün sosial mediada, televiziyada, internetdə bütün bu müəyyən o zorakılıq halları, insanların daimi o hallarla üzləşməsi, o da insana, yəni o sürücülərə təsir eləyə bilir gündəlik həyatında. Eyni zamanda yazıb ki, mən əsəbi sürücü deyiləm, Namiq yazıb, amma əsəbi sürücülərlə rastlaşanda çox narahat oluram. Bu stresdir mənim özümdə, elə qeyd eləyib. Düzdür, razıyam. Sonra yazıblar ki, axşamınız xeyir, işdən yorğun çıxıram, yolda az kobud davranan sürücü görəndə əsəblərim tarıma çəkilir, bədənimdə gərginlik hiss eləyirəm. Bu maksimum dərəcədə başa düşürük. Yəni əsəbi şəkildə çıxırsınız, amma buna bir özünüzü tənzimləməlisiniz. Heç kəs bunu etməyəcəksiniz çünki. Yəni biz burada doktor danışır, həkimimiz danışır, məlumat verir, maarifləndirir, deyirik. Yəni bizim danışdığımız və deyimimizlə sizdə işin dəyişmir. Bunu siz özünüz üçün bir nümunə götürməlisiniz. Bizim dediklərimizdən bir nəticə çıxartmalısınız. Çünki aqressiv sürüşün və stresli sürüşün özü də yekunda qəzaya gətirib çıxarır. İstənilən halda ya qəza törədirsən, ya qəzaya düşürsən. Yəni heç kimə də törətməsən, burada bir mənalı olaraq zərər çəkən özün olursan. Bu səbəbdən maksimum dərəcədə çalışın ki, özünüzü qoruyasınız. Doktorum, minnətdaram. Var olun. Təşəkkür edirəm. Gəldiniz, mövzunu araşdırmaya mənə köməklik göstərdiniz və təbii ki, bu barədə bizim qarşıdakı mövzularımız var. Sizi yenə də studiyamızda gözləyirik və ümid edirəm ki, digər mövzuları da araşdırmağa bizə köməklik göstərəsiniz.